Peyğəmbər və onun əhl-i beyti barəsində Allah buyurur ki, və həsuna ulaikə rəfiqa, necə gözəldir bunlarla bir yerdə olmaq, necə gözəldir bunlarla yoldaş olmaq, Həzrəti Əli ilə, Həzrəti Zəhra ilə, İmam Hüseynlə bir yerdə olmaq. Bir duası Həzrət Peyğəmbərin İmam Hüseyn əleyhissalam barəsində buyurur ki, İlahi, mən bu balanı çox istəyirəm. Hədislərdə gəlib. Dəfələrlə olub ki, Peyğəmbər İmam Hüseyn əleyhissalamı alıb qucağına, onun üzündən, gözündən öpüb və deyib ki, İlahi, mən bu balanı çox istəyirəm. Və çox istəyirəm bunu çox istəyənləri də. Kim ki bunu çox istəyir, onu da çox istəyirəm. Hətta gördülər ki, Peyğəmbər bir gün bir nəfəri artıq nəvaziş elədi ona. Ona artıq nəvaziş elədi, ona artıq diqqət göstərdi. Soruşdular ki, ya Rasulallah, buna niyə artıq diqqət göstərdin? Elə bir birinlə görüşürsən, birinə daha artıq diqqət göstərirsən. Peyğəmbəri gördülər ki, bir nəfərə daha artıq diqqət göstərdi. Ya Rasulallah, niyə? Dedi, mən gözümlə görmüşəm, bu İmam Hüseyn əleyhissalamı çox istəyirdi. Onunla bir yerdə oturanda, duranda İmam Hüseyn əleyhissalama qarşı onun xüsusi hörməti vardı. Allah mənə buyurub ki, Peyğəmbər, mən bu balaları çox istəyirəm, sən də çox istə və çox istə o şəxsləri ki, mənim bu balamı çox istəyirlər. İmam Hüseyni çox istəyirlər. Yəqin demək olar ki, Peyğəmbər və başda Allahın özü bizi çox istəyir. Yəqin demək olar. Başqa şeyə görə yəqin deyə bilmərəm ki, görəsən çox istəyir, yoxsa yox. Niyə? Çünki burada əyləşənlərin hamısının, elə əyləşməyənlərin də İmam Hüseyni istəməyən yoxdur. Əbəlfəz ağanı istəməyən yoxdur. Hamı istəyir də. Bir o Allahın lənətliyi Muaviyyəsi də çox istəyirdi. O da çox istəyirdi. Hətta deyir, bir gün qayıtdı, dedi ki, mən bu oturduğum kürsü ki var ha, deyin görün bura daha layiq olan kimdir? Hərəsi bir söz dedi. Amma deyən elə deyirdi ki, Muaviyyə səndən başqa bu kürsüyə layiqli ikinci adam. Muaviyyə qayıtdı, dedi, yox. Qoyun bu dəfə düzün deyim. Bu kürsü ki mən oturmuşam və xilafətli eləyirəm, bu kürsüyə layiqli demirəm Həzrət İmam Hüseyindir. Onun bir oğlu var, Əli Əkbər. Peyğəmbərə çox bənzəyir. Bax, bura layiqli olan odur. Hələ mən özün demirəm, onun bir dənə övladın deyirəm, Əli Əkbər ağanı deyirəm. Bəli, İmam Hüseyn əleyhissalamın Peyğəmbər onun barəsində nə gözəl sözlər deyib. Bir sözü də budur. Deyir, elə ki, gətdilər, verdilər o qundağını Həzrət Peyğəmbərə, Peyğəmbər onu aldı. Alanda bilirsiniz nə dedi? Bax, bu İbrahim surəsi 37-ci ayəni oxudu. O ayəni ki, Həzrət İbrahim Peyğəmbər vaxtı ilə dua eləmişdi. Dedi, Rəbbənə, fəcəl əfidətən minən naz, təhvi iləyhim. İlahi, elə mən bu balamı ham istəsin. Çox istəsinlər mənim bu övladımı. Ürəklərin döndər mənim bu balama qarşı. Onların ürəyində bu balama qarşı məhəbbət yaradı. Peyğəmbər özü də bu duanı eləyir. Ki, qoyma İmam Hüseyn əleyhissalam yaddan çıxa.